Səhiyyə Nazirliyinin mütəxəssis eksperti Zakir Quliyevin sözlərinə görə, ölkəmizdə həkim tərəfindən təyin edilən dərmanlar elektron resept sisteminə daxil edilən və Nazirlik tərəfindən təhlükəsizliyi təsdiqlənmiş vasitələr olur. Xarici ölkədən internet üzərindən sifariş verilən dərman vasitələrinin təhlükəsizliyinə isə zəmanət verilmir və bunun müxtəlif fəsadları ola bilər. Misal üçün, biz vitamin sifariş veririk və bunu düşünürük ki, vitamindir, heç bir zərəri yoxdur. Amma biz qəbul etdiyimiz vitamin bədənimizdə hansı səviyyədədir? Deyəlim ki, kənardan vitamin D qəbul edirik. Sifarişi vitamin D gəldi. Ola bilsin ki, bədənimizdəki vitamin D-nin miqdarı həddindən artıq çoxdur. Biz əgər vitamin D qəbul edərək də artıq vitamin D zəhərlənməsinə gedə bilər bunlar. Biz xəstəni müalicə edirik. Deyəlim ki, xəstənin qaraciyərində problem varsa, biz daha çox qaraciyərə təsir edən böyrək vasitəsinin atılan dərmanlar yazırıq. Və ya da əksinə, böyrək çatışmazlığı varsa, böyrəyə təsir etməyən dərmanlar yazırıq. Ekspert onu da əlavə etdi ki, bəzi hallarda xəstələr həkim müayinəsinə getmədən telefon vasitəsilə resept yazdırırlar ki, bu da yol verilməzdir. Çünki xəstəni görmədən xəstəyə dərman yazılması xəstəyə faydadan çox zərər verir. Yəni, bir mənalı olaraq bu qəti şəkildə olmaz. Hətta ola bilir ki, xəstəni həkim bir ay öncə görüb, bildiyi xəstədir və xəstə bir ay sonra deyir, həkim məndə falan şikayət yarandı, mənə dərman, həkim dərman yazır, amma bir ay içərisində hər hansısa bir sağlamlıqda problem yaranması üçün böyük bir zamandır. Ona görə də yenə təkrar həkim xəstə müayinə gəlməlidir.